Axşamınız xeyir qızlar. Necəsiz? Biz şükür Allaha yaxşıyıq. Mən də səhər durmuşam imsağa. Bugün tək tuturam. Bəzi səbəblərə görə evdəkilər tuta bilmir. Onun üçün mən bugün tək tutacağam. Allah hər kəsin orucunu qəbul etsin. Allah hər kəsin namazını, niyətlərini Allah qəbul etsin. Biraz da meyvə doğrayacağam qızlar. Biraz meyvə də yeyəcəm. Keçən dəfə meyvə yeməmişdim. Başım ağrıyırdı. İnan meyvə yeyəndə mənim elə ki təzyiqim normal olur. Bilməm nədənsə, yəni ki hələ öyrəşmişəm nə demək. Az meyvə yeyəndə rahat oluram. Ona görə hərəsindən biraz yeyəcəm. Belə hazırladım iş qızlar. Çoxsunu da yeyə bilmədim heç. Bir yumurta yedim. Şirin çay yeyə bilmədim. Amma əksinə hazırlayıb qoymuşdum, yeyə bilmədim bunu. Çox yeyə bilmədim nəsə. Özüm də bugün yatmamışdım. Bir də saat 7-nin yarısı yatdım. Yatmadım. Saat 10-da da durdum. Nəsə yuxum gəlmədi. Bəs paltar zət vardı, onları qattaladım. Bəzi paltarlar vardı, onları ütlədim. Elə qızlar. Xeyr qızlar. Necəsiz? Biz də şükür Allaha yaxşıyıq. Mən də durmuşam. Oruç tutmağa. Durmuşam deyənə yatmamışam vəbşi. Orucumu tutub, namazımı qılıb, indi yatacağım. Namazımı da qıldım. Orucumu da tuttum. Allah bütün oruç tutanların Allah oruçlarını qəbul etsin. Namazlarını Allah qəbul etsin. Niyətlərini Allah qəbul etsin. Bu gözəl ayda Allah bütün arzularını yerinə yetirsin. Allah günahlarımızı bağışlasın. Kuşların səsi də necə gözəldir. Dedim sizə də çəkeyim. Evdə damı yatıb. Mən də gəlib yatıram indi. Gecəmiz xeyrə qalsın. Paltarları yığdım. Bir-iki saatdan sonra bunları ütləyəcəm. İndi gedim namazımı qılım. Bir restə paltar atmışam, paltar yuyma maşına. Namazımı qılım. Sonra sizə biraz qoz fındıq sındırım çərşənbəyə. Türk baklavası pişirmək istəyirəm inşallah. Belə qızlar, uşaqlar da həyətə düşürlər. Qoylar da həyətə düşsünlər. Baxın, bir paltar yuyan. İşte qalıb paltar yuyan. Bitməyinə. Hələ qalıbdır. Hələ qalıbdır.
Bu yesin, mən gedib namazını qılım. Qalada tostlarımı sildim. Seçtin mi? Sonra namazını qılıb qurtardığımı dedim, dəsmalı tezi düzgün. Bunlar qalmasın. O zaman bunları ayrıca ütülürəm. Qapılarını bir yerdə ütüləmirəm. Dedim, bunları ütüləyim, bunlar axşama qalmasın. Sonra gəlib aşağıdan qozu gətirdim. Xeyli vaxt qoz da özdə. Burada da var. İndi bunları biraz sındırım tez-tez. Tez-tez bunları sındırım kızlar. Sındırıb yığacağım. Vaxtım olcuna seçeceğim. Biraz seçeceğim. Qalanları saxlayacağım. Vaxtım olcuna axşamına oturub seçeceğim. Biraz seçim ki, çərşənbəyə Allah qoysa Türk baklavası pişirmək istəyirəm. İnşallah. Belə qızlar, mən dur bunu yavaş sındırım. Kızlar sındırıp kurtardım. Şimdi saat 5'ti. Dedim daha durum iftara hazırlıq edeyim. Çünkü hamısını sındıra bilmərəm, çatdıra bilmərəm. Yeməkdə pişirməliyəm. Uşaqlar da indi həyətdən gələcəklər. Bu qədər də qaldı. Heç eybi yoxdur. Şimdi mən buranı tez-tez yığışdırım kızlar. Siz də bax. Buranı tez-tez kızlar toz soraram sileyim. Əslində qalsa kızlar səhər eləmişdim. Sadəcə fikrimdə yox idi ki, qoz sındırmaq. Dedim bugün bazar gündür, qoy qozu sındırım. Çünki mənə çərşənbəyə lazımdır. Sabah da alınmır da, uşaqlar dərs apar, dərsdən gətir, çatdırma olmur. Ona gedirəm. Bugün biraz sındırdım. Həmişə Allah canını sağ eləsin, anam mənə göndərirdi. Hətta ağardıb, çəkib göndərirdi. Şeker tozunu da vurub göndərirdi. Bir anam eləyə bilmədi. Çünki anam gedədə usta işləyir. Anam evlərini remont edirlər. Ona görə anam bir eləyə bilmədi. Belə qabıqlı göndərmişdi.
Mən də özüm də burada sındırıb hazırlayıram. Zərfatları da ütülüb qurtardım. İndi mən bunları tez-tez yerlərinə yığım. Sonra gedib iftara yemək bişirim. Kızlar orucumu da açtım. Yemeğimizi de yedik. Kabları da yudum. İndim bir çay içeyim. Uşaqlar hamama girecek. Kızlar bir gözəl izləyicim yazmışdı ki, süfrə dəsmalını kranın başına asmağa yaxşı görsənmir. Mən də gözəl izləyicimin yorumunu oxudum. Ondan sonra yəni süfrə dəsmalını kranın üstünə asmıram. Yəni belə video çəkəndə, qalan yəni özüm video çəkməyəndə mən asıram da. Çünki mən ürəyim darıxır. O stanır mən xoşuma gəlmir. Uşaqlar hər zaman onun üstünə meyvə yeyir. Mən onu xoşlamıram. Ona görə mən də video çəkəndə asmıram. Çünki
Mənim gözəl izləyicim yazmışdı ki, asma, yaxşı görsənmir, asmıram. Bir də qızlar, əgər sizin də nəsə xoşunuza gəlməsə, siz də buyurun yazın. Mən heç incimərəm. Çünki mən bu kanalı açmışamsa, mənə müsbət də, mənfi də sözlər gələcək. Mən heç vaxt incimərəm. Bir də mən yenə sizdən xahiş edirəm, əgər mənim kanalıma baxırsınızsa, hələ də mənim kanalıma abunə deyilsə, zəhmət olmasa mənim kanalıma abunə olun. Mənim də baxış sayılarım çoxalsın, mən də sevinim və tez-tez də belə videolar paylaşım sizlə. Qızlar, mən daha sağollaşıram sizlərlə. Allaha əmanət olun. İnşallah sabah görüşərik. Mən dəstək olmağı unutmayın əziz bacılarım. Like da atın ki, mənim kanalım çox adamın qarşısına çıxsın, mənim abunə sayım da artsın. Çox sağ olun, minnətdaram indidən sizə. Allah sizdən hər birinizdən razı olsun. Allaha əmanət olun.